O ki qaldı konkret Birləşmiş Ərəb Əmirliyi ilə bağlı məsələyə. Birləşmiş Ərəb Əmirliyi uzun deyəndə 71-ci ildən başlayaraq Şeyx Zayedin dövründə Səudiyyə Ərəbistanının çətiri altında bir təhlükəsizlik sisteminə sanki qəbul etmişdi. Səudiyyə Ərəbistan əsas söz sahibi idi. Ancaq 1991-ci ildə Səddamın Küveyti işğalı o reallığı ortaya qoydu ki, deyəsən Səudiyyə Ərəbistanı da üzərinə düşən o böyük missiyanı tam yerinə yetirməyə gücü çatmır. Bu halda Birləşmiş Ştatlara üst tutmaq, Birləşmiş Ştatların hərbi bazalarını dəvət etmək ideyası gücləndi. Və 2010-cu illərdən sonra bilirsiniz ki, Birləşmiş Ştatların, xüsusilə Birləşmiş Ərəb Əmirliyində həm hərbi hava qüvvələrinin bazası, hərbi dəniz qüvvələrinin bazası yerləşdirildi və həm də ki, axı Birləşmiş Ərəb Əmirliyi şimaldan dənizlə, daha doğrusu Fars körfəzi ilə İranla həmsərhəddir. İranla bağlı son yaşanan təhlükələr, bilirsiniz ki, Avram Lincoln artıq İndi o təlimlərin hərbi təlimlər, yəni bu günləri bu məsələ müzakirə olunmur ki, ABŞ İrana qarşı müharibəyə başlayacaq, yoxsa başlamayacaq. İndi daha sonra müzakirə olunan məsələ odur ki, nə vaxt başlayacaq, nə vaxt. Və bu reallıq fonunda təsəvvür edin ki, bu baş verəcəyi təqdirdə ərəblər düzdür ona deməli, Ərəb körfəzi deyirlər, İranlılar Fars körfəzi deyirlər və belə olan vəziyyətdə ən düzünü biz deyirik, Kəngər körfəzi. Bəli, yəni bütün bu reallıqlar fonunda hesab edirəm ki, Birləşmiş Ərəb Əmirliyi də fərqindədir ki, İran müharibə başlayacağı təqdirdə, indi bu qədər məlum məsələn dedi, birinci zərbəni endirəcək hansı ölkələrdə? O ölkələrdəki Birləşmiş Ştatların hərbi bazaları var. Deməli, hər zaman Birləşmiş Ərəb Əmirliyi güclü olmalıdır, raketdən müdafiə sistemi son dərəcə güclü olmalıdır, böyük vəsaitlər ayrılmalıdır, yaxşı hərbi təlimlər keçməlidir və fikir verirsiniz, niyə Azərbaycanla? Azərbaycan hərbi təlimlərdə sözün deməyib. Azərbaycan real döyüşdə qələbəni ortaya qoyur. Praktiki o qələbəni qazanır. Deməli, Azərbaycandan da bu sahədə öyrənilməli xeyli məsələlər var.